Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyi Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb. Bölgə TV xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina partlayıb. 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Qədir Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılıb. Azərbaycan Mina Təmizləmə Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərlənmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır, deyə bircə məlumatda qeyd olunub. Dilbər Vüqar qızı, Bölgə TV.